Ay kardeş, ay vatandaş, sen öz vatanın, öz evini korumalısan, öz ailenin, öz atanın, ananın kabrini korumalısan, ona göre de her şeyden artık, her şeyden üstün bu işle meşgul olmalısın. Bəs ne cür ola bilər ki, bir iki ay bundan qabaq yığdılar cemaatı, apardılar Seyfəli poligonuna 2000 nəfər adam, 2 gündən sonra orada cəmisi 50 adam var. Qaçdı getdi hamısı. Birinin anası gəlir aparır, birinin bacısı gəlir aparır, birinin atası gəlir aparır. Biri pul verir. Vayankomatdan pul verip tutana bilmirse gelir oradaki o poligonda pul verir tutarır. Oradan tutana bilmirse oradan hərbisiyə gətirəndə yolda kiməsə pul verir tutarır. Axı bu qeyrətdir mi? Bu Azərbaycanlıqdır mı? Ben bugün məsələni buna göre koymuşam. Ve birinci defa değil ki, bu barədə biz sizinle danışırıq. Neçə dəfə demiyorlar? Vayankomların işi bugün de qeyri-qənaət başladı. Onların içerisinde rüşvətxorluq devam ediyor. Müdafiə Nazirine mən dəfələrlə bunu demişəm və bugün də sizin huzurunuzda deyim. Neçə dəfə deyiblər ki, hara gelirsən orduya zala, ancak yoxsulların uşaqları, var adamların uşaqları orduya getmir. Ne üçün? Mənə siyahı veriblər, nihayət. Mən bugün burada bunu elan eləmək istəmirəm, ama verəcəm. Hərbi komisarlığa, prokurorluğa, bizim inzibati organlara. O orduya getmeyenlerin özlerini yok, onların valideynlerini məsuliyyətə cəlb etmək lazım. Valideynler